5-ci sinif ingilis dili dərsliyindən Unit 7, 7-ci bölmə, səhifə 77-nin izahı. What's he wearing? O nə geyinir? Unit goals. Bölmənin məqsədləri. 1. Talk about clothes. Paltarlar haqqında danış. Read a chat between two friends. İki dostun arasındakı chat söhbəti oxu. Listen to a friend describing his sister. Öz bacısını təsvir edən bir dostuna qulaq as. Learn about the Bedouins. Bədəvilər haqqında öyrən. Talk about an image of someone's clothes. Kiminsə geyimlərinə görə onu təsvir et və bu təsvir haqqında danış. Think. Düşün. You are what you wear. Do you agree? Geyimin səni göstərir və yaxud da insan geyiminə görə tanınır. Sən razısanmı? Bu sual haqqında düşünürük. Səhifə 78. Vocabulary in context. Kontekstdə sözlər. Kontekstdə lüğət. 1. Match the image with the words below. Then listen, check and repeat. Deməli, biz şəkillər əsasında bu sözləri tapacağıq. Sonra qulaq asıb, yoxlayıb, təkrarlayacaq. Jacket, jaket, pants, şalvar, shoes, ayaqqabı, shorts, şortik, t-shirt, köynək. Find a store, gift card, search. Mağazanı tap, hədiyyə kartı, axtarış. Clothes, paltarlar. 1. A big red sweatshirt. Bir böyük qırmızı uzun qollu kapşonlu köynək. Blue jeans, mavi jeans. A black jacket, qara jaket. Green pants, yaşıl şalvar. White shirts, ağ şortik. White sneakers, ağ idman ayaqqabıları. A red and a blue shirt, qırmızı mavi köynək. A blue t-shirt, mavi qısa qol köynək. Black shoes, qara ayaqqabı. Səhifə 79. Which clothes in the photos in exercise 1 do you like? Tell your partner. Deməli, tapşırıq 1-dəki hansı paltarları sən xoşlayırsan, partnyorunla, tərəfdaşınla danış. I like the jeans. Mən cinsi xoşlayıram. I hate the green pants. Mən yaşıl şalvara nifrət edirəm. I love the black shoes. Mən ağ ayaqqabıları sevirəm. 3-cü tapşırıq. Find the odd one out. Bir fərqlini seçəcəyik. 1. Jeans, pants, sweatshirt. Jeanslə pants şalvar növüdür. Sweatshirt köynəkdir. 2. T-shirt, sneakers. Shirt, t-shirtlə shirt köynəklərdir. Sneakers isə idman ayaqqabısıdır. Deməli, 1-cidə sweatshirt idi, 2-cidə isə sneakers. 3-cüdə shorts, jacket, sweatshirt. Burada shorts götürəcəyik. Shorts, shortik, jacketlə sweatshirt isə üst geyimi, yuxarı üst geyimidir. 4. Jackets, pants, shirts. Burada jaketi seçəcəyik. 5-cidə shoes, sneakers, shirts. Shoesla sneakers ayaqqabı növüdür. Shorts isə köynəkdir. Burada isə shirtı seçəcəyik. Use it, istifadə et. Copy the chart to your notebook. Write the names of clothes you wear in the chart. Then tell your partner. Deməli, biz bunu dəftərimizə çəkəcəyik. Sonra burada təsvir edilən paltarları
biz belə yazacağıq. Clothes I wear at school, məktəbdə geyindiyim paltarlar. Clothes I wear on weekends, həftə sonları geyindiyim paltarlar kimi iki hissəyə ayıracağıq. I wear shoes at school, mən ayaqqabını məktəbə geyinirəm. I wear black jacket at school, mən məktəbdə qara jaket geyinirəm. I wear shorts, white shorts on weekends, mən həftə sonları ağ şort geyinirəm. I wear red sweatshirt on weekends, mən həftə sonu qırmızı deməli qol uzun kofta geyinirəm. 5-ci tapşırıq. What are your favorite clothes? Tell your partner. Sənin sevimli paltarın hansıdır? Dostuna, tərəfdaşına denən. My favorite clothes are my sneakers and sweatshirt. Mənim sevimli paltarlarım idman ayaqqabısı və kapşonlu qol uzun koftalardır, jaketlərdir. Deməli, bunu başqa cür formada da my favorite clothes are white sneakers və yaxud da black shoes and a black jacket belə yaza bilərsiniz. Səhifə 80. Reading, oxu. Look at the page and answer the questions. Check the correct answer. Biz şəklə baxıb, həmin səhifəyə baxıb bu suallara cavab verəcəyik. What type of text is it? Mətnin növü nədir? A cell phone dialogue between two friends. İki dost arasında mobil telefonda danışmaq. An online blog post. Bir-birlərinə online blog göndərmək. What is the relation between the two people? İki insan arasındaki qohumluq əlaqəsi nədir? They are brothers, onlar qardaşdırlar. They are friends, onlar dostlardır. İndi isə mətnlə tanış olaq. Read and listen to the text and check your answer to exercise 1. Mətnə qulaq as, oxu, qulaq as və tapşırıq 1-dəki suallara cavab ver. Hey Jordan, what's up? Salam Jordan, nə baş verir? Hi Jack, salam. Hi Nick, salam Nick. I am at the mall with my dad and my sister. Mən atam və bacımla moldayam, mağazadayam. My dad is getting a shirt for works and a sweatshirt for the weekends. Mənim atam işə köynək və həftə sonlarına isə kapşonlu köynək alır. My sister is getting a sweatshirt too. Mənim bacım da qollu kapşonlu köynək alır. They are buying the same one. Onlar eyni şeyi alırlar. I am buying a new pair of jeans and a new t-shirt for Jackson's party. Mən də Jackson'un şənliyinə bir jeans və bir yeni köynək alıram. Why? You have lots of t-shirts. Niyə? Sənin çoxlu köynəklərin var axı. You are right. Sən doğru deyirsən. I am not buying it. Mən onu almıram. I am in the store. Mən də indi bazardayım. But it is closing now. İndi isə o bağlıdır. Where are you? Sən hardasan bə? I am at home. Mən evdəyəm. I am looking at my clothes. Bəs sən hardasan? I am at home. Mən evdəyəm. I am looking at my clothes for the party. Mən də şənlik üçün paltarlarıma baxıram. I like the brown pants. Mən qəhvəyi şalvarımı sevirəm. But I am not wearing my favorite white t-shirt. Lakin mən özümün sevimli ağ köynəyimi geyinməyəcəyəm. Why not? Niyə yox? What weight about a black t-shirt? Qara köynək haqqında fikrin necədir? I don't have one. Mənim bir dənə də yoxumdur. I have one. Mənim biri var. Wear to the party. Partiyə geyinərsən. Cool. Əla. Thanks Jordan. Təşəkkür edirəm Jordan. I am wearing my black jacket and my sneakers. Mən qara jaketimi və idman ayaqqabılarımı geyinərəm. I am not wearing my sneakers. Mən idman ayaqqabılarımı geyinməyəcəm. I am wearing my blue shoes. Mən ağ ayaqqabılarımı geyinirəm. Come to my house after soccer club to go to the party. Futbol klubundan sonra mənim evimə gəl, partiyə, şənliyə gedək.
Üçüncü, look at the images in the text, draw the image for each adjects. Deməli, birincidə happy, ikincidə sad, qəmgin, üçüncü good, yaxşı, dörddə isə think, düşünmək. Read the text again, then complete the text below with the correct words. Tapşırığı mətni yenidən oxuyaq və burada boş qoyulan yerlərə mətndən sözləri seçib tapaq. Jordan is at the mall with his dad and his sister. Burada dədi qoyacaq atası ilə. Nick is at home. Nick evdədir. Home'u yerləşdirəcək. They are talking about Johnson party. John'un şənliyinə getmək haqqında danışırlar. Jordan is in a mall but he doesn't buy a t-shirt because he has lots of them. Nick is wearing brown pants. Jordan's is wearing t-shirt and a jacket to the party. Jordan isn't wearing his sneakers. Think. It is important to look good. Why? Why not? Qəşəng yaxşı görsənmək vacibdir. Niyə? Niyə yox? Mən cavabı burada yerləşdirirəm. Bu kimi cavab yaza bilərsiniz. Səhifə 81. Language in context. 81-ci səhifədə kontekstdə dil. Birinci tapşırıq. Look at the examples in the chart. Complete the sentences from Nick and Jordan's chart. Deməli, biz nümunələrə bir də baxırıq. Həmin bu mətni əsasən bu çərçivəni dolduracağıq. Sözləri ora əlavə edəcəyik. Present progressive, indiki sadə zaman, affirmative təsdiq, negativ inkar. I am looking at my clothes. I am not looking at my clothes. Mən paltarlarımı axtarmıram. You were wearing your blue shoes. Sən ayaqqabını, mavi ayaqqablarını geyinirsən. You were not wearing your sneakers. Sən idman ayaqqablarını geyinmirsən. We were buying pants. Biz şalvar alırıq. We are not buying pants. Biz şalvar almırıq. They are buying the same one. Onlar eyni bir şeyi alır. They are not buying the same one. Onlar eyni şeyi almırlar. He is getting a shirt. O köynək əldə edir. She is getting a sweatshirt. O uzunqol kapçonlu köynək geyinir. It is closing now. İndi ora bağlıdır. He is not getting a shirt. She is not getting a shirt. It is not getting now. It is not closing now. İndi ora bağlıdır. Look, bax. Use wear with clothes. Paltarlarla wear, geyinmək sözünü işlət. Geyinmək fiilini işlət. I am wearing black shoes. Mən qara ayaqqabıları geyinirəm. She is wearing new pants. O yeni ayaqqabılarını geyinir. İkinci, use the words to make sentences. Sözlərdən istifadə edərək cümlələri tamamlayacaq, cümlə quracaq. Günay blue jacket. Günay is wearing a blue jacket. She is not wearing a red jacket. Günay mavi jaketini geyinir. O qırmızı jaketini geyinmir. Mark is wearing blue shorts. Mark mavi şortikini giyinir. He is not wearing black shorts. O mavi şortikini, qara şortikini giyinmir. Ingrid wearing red t-shirt. Ingrid is not wearing t-shirt. Ingrid deməli qırmızı köynəyini geyinmir. She is wearing red shirt. O qırmızı köynəyini geyinir. Emil is not wearing blue jeans. Emil mavi cinsini giyinmir. He is wearing white jeans. O ağ cinsini giyinir. Anne is wearing white sneakers. Anne ağ idman ayaqqabısı giyinir. She is not wearing black shoes. O qara ayaqqabılarını giyinmir. Üçüncü tapşırıq. Nick and Jordan are Jackson's party. What are they wearing? Make sentences. Nick ve Jordan Jack'in
Jackson'un partisindədir. Onlar nə geyinir və cümlə quracaq. Nick is wearing a black jacket, brown pants, sneakers, but Jordan is wearing blue t-shirt, jeans and shoes. Use it. İstifadə et. I am wearing blue pants, a green t-shirt. Mən mavi şalvar və yaşıl köynək geyinirəm. 4-cü work in pairs. Cütlüklərlə işdir. You are at a party with Nick and Jordan. Describe what you are wearing. Sən də Nick və Jordanla şənlikdəsən və sən nə geyinmisən? Birinci tapşırıqda match the sentences from 1 to 6 with the images A. She is wearing a hat and glasses. Birinci, she is wearing a hat and glasses. O eynək və papaq taxıb. Deməli, burada olacaq. Birinci. B. She is wearing a skirt and socks. O yubqa və corabları geyinib olacaq. İkinci olacaq. D. 3-də she is wearing a dress and glasses. O don və eynək taxıb. 3-cü olacaq A. 4-də she is wearing glasses, a hat, jeans and a top. 4-cü uyğun gəlir E bəndinə. 5-ci she is wearing a jacket, jeans and a hat. Jaket, jeans və şlyapa taxıb. 5-ci olacaq F. 6 she is wearing black boots, a coat and a black hat olacaq C ilə uyğunlaşacaqdır. Keçək ikinci tapşırığa. Put the letters in the correct order to make closest words. Then listen, check and repeat. Top, boots, dress, socks, coat, hat, skirt, glasses. 3. Look at the images in exercise 1 and listen to the dialogue. Who is Sergio's sister? Complete the sentences. Demək, tapşırıq 1-dəki şəkillərə baxırıq, dialoqa qulaq asırıq. Sergeyin bacısı kimdir onu axtarırıq və cümləni tamamlayırıq. Hi, Carlos. It's Sergio. Hi, Sergio. Where are you? I'm waiting for you by the movie theater. It's opening now. I know. I'm sorry. I'm late. My sister's meeting you there. Your sister? Why? I don't know your sister. I know. She wants to see the movie too. Look, she has long hair. She's wearing a black coat and black boots with a green dress. No, wait. She's wearing a blue skirt and a green top today. She's wearing a black hat. Is she looking for me now? Yes, she is. She's in the cafeteria in the theater. Wait, Carlos, what are you wearing? I'm texting her to say where you are and what you're wearing. Are you wearing your glasses? No, I'm not. I'm wearing my jeans, a green shirt, and green socks. And my coat, of course. So your sister, is she waiting for me in the cafeteria? No, she's not.
She's waiting for you by the library. Sergey's sister is the girl in picture 6. Dördüncü tapşırıq. Listen to the dialogue again and choose a correct answer. Diyaloqa qulaq asın və düzgün cavabı tapın. Carlos is waiting, not waiting for Sergey by the movie set. Is waiting. Burada o gözləyirdi kinoteatrın yanında. Sergey's sister is wearing, not wearing a hat. Sergeyin bacısı is not wearing a hat. Şləpa taxmayıb. Carlos is wearing, not wearing glasses. Carlos is not wearing glasses. Səhifə 83-cü izahı language in context, kontekstdə dil. Birinci tapşırıq. Complete the questions and answer from the dialogue in the chart. Use the words below. Cümlələri tamamla və dialoqda göstərilən cavablara əsasən bu sözlərdən istifadə et. I'm, are, is, waiting, wearing. To be köməkçi feilin indiki zaman formalar am, is, are. Waiting gözləmək, wearing geyinməkdir. Present progressive indiki davam edici zaman. Yes, no questions, bəli, yox sualları. Short answers, qısa cavablar. Am I meeting at the movie theater? Mən kinoteatrda gözləyirəm. Yes, I'm, bəli. No, I'm, xeyr. Are you wearing your glasses? Sən eynəyini taxırsan. Yes, you are, bəli. No, you aren't, xeyr. Are you waiting by the library? Yes, we are. No, we are not. Biz kitabxanada gözləyirik, bəli, yox. Are they meeting in the cafeteria? Onlar kafeteriyada görüşürlər. Yes, they are. No, they aren't, bəli, xeyr. Is he wearing jeans? O cinsini giyinir. Yes, he is, bəli. No, he isn't, xeyr. Is she waiting for me in the cafeteria? O məni kafeteriyada gözləyir. Yes, she is, bəli. No, she isn't, xeyr. Is it opening now? O indi bağlıdır. Yes, it is, bəli. No, it isn't. WH questions. Bunlara xüsusi sual cümlələri deyilir. Xüsusi sual cümləsi xüsusi cavab tələb edən sual cümlələridir. WH ilə və yaxud da how ilə başlanır. What are you wearing? Sən nə giyinirsən? I am wearing my jeans, a green top and green socks. Mən cinsimi, papağımı və yaşıl corablarımı giyinirəm. Ask questions and answer with the words below. Sualları tərtib edəcəyik. Biz burada təsdiq və ya inkarda göstəririk. Yəni sualları həmin bu işarələrə əsasən tərtib edəcəyik. Birinci, they play football və volleyball. They play volleyball, listen to music. Are they playing volleyball? No, they are not. They are listening to music. Is Julia going to bed? Julia yatmağa gedir. No, she isn't. She is doing her homework. O ev tapşırığını edir. İkinci tapşırıq. Ask questions and answers with the words below. Deməli biz cümlələri, sual cümlələrini tərtib edib onlara cavab verəcəyik. Burada işarələr göstərilmişdir. Bəli, yox işarəsi həmin bu işarələrə əsasən müəyyən ediləcək. They play volleyball, listen to music. Are they playing volleyball? Onlar voleybol oynayır. No, they are not. Xeyr. They are listening to music. Onlar musiqiyə qulaq asır. Is Julia going to bed? Julia yatmağa gedir. No, she isn't. She is doing her homework. O ev tapşırığını edir. Are Tom and his dad playing soccer? No, they aren't. Tom və onun atası futbol oynayır. Xeyr. They are playing video games. Onlar video oyunlar oynayır. Carol is buying jeans. Carol jeans alır. No, he isn't. He is looking for at t-shirts. O he is looking at t-shirts. O tişörtə, köynəyə baxır.
Beşinci, Emma, Joe and Liz are having dinner. No, they are not. They are having lunch. Emma, Joe və Liza nahar edir. Xeyr, onlar qəlyanaltı edirlər. Look, bax, they are meeting in the cafeteria now, right now, at this moment, at the time of speaking. Danışılan vaxtı edilən indi, hazırda deməli bu sözləri danışılan vaxtı zaman zərflərini tərtib edərək yazırıq. Üçüncü, ask questions and answer them for me. Suallara cavab verəcəyik və özümüz üçün cavablandıracağıq. Birinci, what are you wearing? Sən nə giyinirsən? I am wearing a blue t-shirt and a black skirt. What is your teacher doing? My teacher is teaching new lessons, or my teacher is explaining new lessons. What is your best friend doing now? Senin en yakın dostunu ne edir? My best friend is playing soccer. Use it istifade edecek. Dördüncü, work in pairs, cütlüklə iş, ask and answer the question in exercise 3, then compare your answer. Deməli, tapşırıq 3-dəki kimi sual və cavab veririk və özümüzün cavablarımızı müqayisə edirik. 84-cü səhifə, around the world, dünya ətrafında, how to dress in the desert, səhrada necə giyinilir, clothes for the extreme, extreme paltarlar. Every month we have a new article about clothes and cultures. This month we are talking to Ahmet Mustafa. Hər ay bizim paltarlar və mədəniyyətlərlə bağlı yeni bir məqaləmiz olur. Bu ayda biz Ahmet Mustafa'nın haqqında danışacağıq. My name is Ahmet Mustafa Abu Rabia Sulaim and I am a 13 years old Bedouin from the Arabian Desert. Mənim adım Əhməd Mustafa Əbu Rabia Sulaimdir və mən Ərəb səhrasından olan 13 yaşlı bədəviyəm. I am an artist and I am sending two of my pictures. Mən bir rəssamam və mən sizə 2 şəklimi göndərirəm. Then show the type of clothes that we wear in our community. Onlar icmamızda geyim növlərini göstərir. Bizim icmamızda geyim növünü göstərən nümunələrdir. In these pictures, my brother Abdullah is next to one of our camels. Bu şəkildə mənim qardaşım Abdullah bizim dəvələrimizin birinin yanındadır. But wait, is Abdullah wearing a dress? Gözlə, Abdullah don giyinir. Yes, he is, because it is very hot in the desert, so we wear loose clothes. Bəli, o don giyinir çünki səhrada olduqca çox istidir və biz deməli boş paltarlar geyinirik. We all wear dresses, women, girls, boys and men. Biz hamımız qadınlar, kişilər, oğlanlar və qızlar don giyinirik. He isn't wearing a hat on his head, but a gutra. O deməli başına papaq yox, gutra qoyur. This protect his head from the sun. Bu onun başını günəşdən qoruyur. He's wearing sandals too. O həmçinin sandal da giyinir because the sand is very hot. Çünki qum çox istidir. And what are the people doing in the picture? Şəkildə insanlar nə edir? It is the end of the day. Günün sonudur. And the men are sitting and listening to their traditional stories. Kişilər oturur və ənənəvi hekayələrə qulaq asırlar. Some are wearing coats or furs because the nights are cold. Onların bəziləri palto və ya xəzli paltarlar giyinir çünki gecələr çox soyuq olur. Who is the woman wearing a black dress? Qara paltar giyinmiş qadın kimdir? What is he doing?
What was she doing? O nə edir? Well, that's my aunt. O mənim xalamdır. Aisha, and she's working. Onun adı Aisha'dır və o işləyir. She's bringing water to the camp. O kampa su gətirir. Səhifə 85-də tapşırıq 1. Look at the articles, the titles and the images. Then answer the questions. Check the correct answer. Deməli, biz məqaləyə bir də baxırıq. Oradakı şəkilləri təsvir edirik. Sonra suallara cavab veririk. Və hansı doğrudursa onu işarələyirik. What do you think the article is about? Məqalə nə haqqındadır? Families and traditions in the desert. Səhrada ailələr və adət-ənənələr. Xeyr. Water in the desert. Səhrada su. Xeyr. People's clothes in the desert. Səhradakı insanların geyimindən gedir söhbət. Əlbəttə ki, üçüncü düzdür. İkinci, read the article quickly. Check the correct in the article. Məqaləni yenidən oxu və doğru olanın üzərindən doğruluq işarəsini göstər. Dress, əlbəttə ki, dress doğrudur. Glasses yoxdur. Eynəklər sözünü. Pants, şalvar da yoxdur. Jackets yoxdur. Coat, palto və clothes vardır. Deməli, dress, coat və clothes uyğundur. Üçüncü, read and listen to the article. Check your answer to exercise 1 and 2. Mətn oxuyarkən birinci, ikinci tapşırıqdakı suallara cavab ver. Dördüncü, match the beginning of the sentences from 1-4 with the ending AD. Birdən 4-ə qədər olanları A, B, C, D ilə uyğunlaşdıracaq. Ahmed B is sending his pictures to the magazine. Əhməd jurnala öz şəkillərini göndərir. Abdullah is wearing a dress and a chutra. Abdullah don və chutra giyinir. The men are sitting and listening to stories. Kişilər hekayələrə, oturaraq hekayələrə qulaq asır. Aisha is working. Aisha işləyir. Beşinci tapşırıq. The article again. Describe if the sentences are true or false. Mətni, məqaləni yenidən oxuyun. Səhv düzü tapın. Birinci, Abdullah is an artist. Abdullah bir rəssamdır. Xeyr. Ahmed is an artist. İkinci, in the desert women wear dresses and men wear pants. Bu səhvdir. Səhrada qadınlar don, kişilər isə şalvar geyinmir. False. Üçüncü, hats are common to protect from the desert sun. Papaq isti yay gündə səhrada insanları qoruyur. False, səhvdir. Sandals protect your feet from the hot sands. Bu doğrudur. Sandallar isti qumun üzərində insanın ayağını qoruyur. Beşinci, nights are always hot in the desert. Səhrada gecələr isti olur. Xeyr, false, gecələr soyuq olur. Abandoned women are responsible for getting water. It's true. Deməli, bədəvi qadınlar su daşımaqda məsuliyyətlidir. Words in context. Kontekstdə sözlər. 6-cı tapşırıq. Complete the sentences with the words below. Cümlələri aşağıda göstərilən sözlərlə tamamla. Cold, soyuq. Hot, isti. Sandals, sandal. Loose, boş. Sand, qum. Birinci. People wear coats to protect them from cold temperature. İnsanlar paltonu soyuq havadan qorunmaq üçün geyinir. The Bedouins usually wear loose clothes because it is hot in the desert. Bədəvilər boş paltar geyinir çünki səhrada həmişə istidir. People wear sandals in the summer, not shoes or sneakers. İnsanlar yayda ayaqqabı və ya idman ayaqqabısı əvəzinə sandallar geyinir. Dördüncü, the sand in the desert is very hot and it is difficult to walk there. Qum səhrada çox isti olur və onun üzərində yerimək çox çətindir. People don't wear coats when it is hot. İnsanlar isti olanda palto geyinmir.
Think, düşün. Do clothes reflect our personality and culture? Paltarlar bizim şəxsiyyətimizi və mədəniyyətimizi göstərir. Bəli. Video. Which places can you see in the video? What are your favorite clothes in the video? Hansı videodakı yerləri görürsünüz və sizin sevimli paltarlarınız hansılardır? Səhifə 86. Speaking, danışıq, giving opinion, fikirlərinizi bildirin. Read and listen to two friends talking about clothes. İki dost paltar haqqında danışan iki dosta qulaq asın və oxuyun. Where are they? Onlar haradadır? Hi George, are you wearing a new sweatshirt? Salam George, sən yeni yun paltar giyinirsən? George, yeah, it is my brother's. Bu mənim qardaşımındır. Do you like it? Sən onu xoşlayırsan? Not really. I prefer your red sweatshirt. Xeyr, mən sənin qırmızı yun koftanı xoşlayıram. George, well, that's my favorite. Bu mənim sevimlimdir. But this sweatshirt is nice. Lakin bu sweatshirt də qəşəngdir. I guess it is a bit big. Mən təxmin edirəm ki, o böyükdür. George, really, həqiqətən. Yes, and I think it is really old. Və mən düşünürəm ki, o çox köhnədir. Həqiqətən də köhnədir. You are right, doğrudur. What are you doing? Sən nə edirsən? I am changing my sweatshirt. Mən paltarımı dəyişirəm, sweatshirtımı dəyişirəm. Living English, canlı ingilis dili 2. Complete the mini dialects with the expressions below. Göstərilən, aşağıdakı göstərilən sözlərlə, ifadələrlə kiçik dialoqu tamamlayacaq. I prefer, mən üstün tuturam. Not really, doğrusu yox. I quiz, təxmin edirəm. Do you like my new sneakers? Sən mənim yeni idman ayaqqabımı xoşlayırsan? No. I prefer your old one. Mən sənin köhnə obrisini xoşlayıram. 2. Where's my new sweater? Mənim yeni sviterim hardadır? I don't know. Mən bilmirəm. In the closet. I guess. Təxmin edirəm ki, şkafdadır. Do you like my pants? Sən mənim şalvarımı xoşlayırsan? Not really. Doğrusu yox. Sorry, I don't like green pants. Mən sənin yaşıl şalvarını xoşlamıram. 3. Listen and repeat the expressions. Qulaq asın və ifadələri təkrarlayın. Pronunciations, tələffüz. Listen and repeat. Qulaq as və təkrarla. This is my brother's sweatshirt. Bu mənim qardaşımın sweatshirtidir. You are right. Doğru deyirsən. 5. Listen to the dialogue again. Dialogu yenidən qulaq asın. Then practice with a partner. Öz tərəfdaşınızla məşq edin. 6. Role play in new dialogue. Yeni dialoq rol ifadə edin. Follow the steps. Addımları izləyin. 1. Take a picture of your friends in nice clothes. Dostunun ən yaxşı paltarlarda olan şəklini götür. Change the words in blue to write in your dialogue in your notebook. Mətndəki, yəni dialoqdakı mavi sözləri dəyişərək yeni bir dialoq yarat. Practice your dialogue with your partner. Öz tərəfdaşınla dialoqunu məşq et. Present your dialogue to the class. Sinifə öz dialoqunu təqdim et. Əziz şagirdlər, ümid edirəm ki, 7-ci unitin izahı ürəyinizcə oldu. 8-ci unitin izahında görüşmək ümidi ilə kanalıma abunə olub like atmağı, dostlarınızla paylaşmağı unutmayın. Bye bye.